Binəqədinin Çiçək qəsəbəsindən xəbərimiz var. Burada insanlar yol sardan əziyyət çəkirlər. İllərdir təmir üzü görmür və paralel olaraq marşrut problemini yaşayırlar. İzləyin. Bu kələ-kötür olan yoldan gedib gəlmək çox çətindir. Yolda olan çala-çuxurlar da əməlli başlı problem yaradır. Biz Binəqədi rayonu Çiçək qəsəbəsi, Seyidli və Həmrəli küçələrinin kəsişməsindəyik. Sakinlər deyir ki, son 16 ildir ki, bu küçələrə əl gəzdirən yoxdur. Qış fəsli gələndə vəziyyət daha da dözülməz olur. Yolda olan çala-çuxurlar su ilə dolur ki, bu da gölməçələr yaradır. Bu isə həm piyadalara, həm də sürücülərə əməlli başlı problem olur. Pul ayrılır məsələn bizim sahələri. Ancaq sentral küçəyə məşğul olunur. Biz qalmışıq 90-91-ci ilin yoludur. Bələdiyyə də fondumda pulum yox. Biz əhalidə də imkan yox. Hamısı pensioner adam, cavan uşaqlar da puldan ötürü qaçırır burada. Öz büdcəmizdə həmişə biz eləmişik, düzəltmişik. Bələdiyyə də demişik, icraya da demişik ki, deyək ki, fondumuz yoxdur. Fondumuz yoxdur, biz də qalmışıq çarasız. Keçən ayda, yayda pul yığdıq, cəmaət yığdı, asfalt qırığı tökmüşük. 5000-ə yaxın sakin yaşayan ərazidə problem tək yol deyil. Sözgedən küçələrə marşrut xəttinin olmaması da sakinlər üçün çətinlik yaradır. Hesab edin ki, bu boyda məhəllədən hamı avtobus tutubdur. Mikroavtobuslar tutub, səhər-səhər aparırlar uşaqları məktəbə. İndi bilmirəm, 1 manat verən var, 2 manat verən. Axşam da uşaqların dalınca gedib gəlirlər. Bu nə qədər olacaqdır da? Bütün ailələr servis tutub, uşaqlar servislə gedib gəlir məktəbə. O servis işlədən insanlar da istəmirlər bu marşrutlar işləsin burada. Çünki bərbad gündədir, gedib gəlmək olmur. O küçə vəbşi bərbad gündədir. Binəqədi rayon icra hakimiyyətindən bildirildi ki, qeyd edilən ərazi təmirə ehtiyacı olan yolların siyahısına salınaraq aidiyyatı quruma müraciət edilib. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək. Yalnız yollar təmir olunduqdan sonra marşrut problemi həllini tapacaq.